Gündəmin əsas müzakirə olunan məsələlərindən birinə nəzər yetirəcəyik. Elektron siqaretlərlə bağlı, yəni elektron siqaretlər qadağa ilə bağlı parlamentdə gedən müzakirələrlə paralel ictimaiyyət də mövzunu müzakirə edir. Burada elektron siqaret və tütün qızdırıcılara çox vaxt səhv salınır. Amma qadağanın məhz elektron siqaretə tətbiq edilməsi nəzərdə tutulur. Bəs bu təklif qüvvəyə minərsə, nəzarət mexanizmi necə olacaq? Bu da maraq doğuran suallardandır. İzləyirik. Gəncləri 16 min fərqli dadlandırıcıdan ibarət olan elektron siqaretlərlə hədəf alır. Tütün məmulatı ilə elektron siqaret anlayışlarının hüquqi baxımdan fərqləndirilməsi də bizim təşəbbüsdə nəzərdə tutulur. Ümumdünya Səhiyyə Təşkilatının elektron siqaretdən istifadə ilə bağlı qlobal hesabatına görə, hazırda dünyada 100 milyondan çox insan elektron siqaretdən istifadə edir və onların ən azı 15 milyonu 13-15 yaşlı yeniyetmələrdir. Təşkilat da məhz öz hesabatında ölkələrə çağırış eləyərək yeniyetmələr arasında elektron siqaret və digər nikotin məhsullarının istifadəsinə nəzarətin artırılmasını tövsiyə eləyir. Onların zərərsiz olduğunu inanaraq hamilə qadınlar belə elektron siqaretlərdən istifadə etməyə başlayıblar. Buna rahatlıqlar nəzərə alınaraq Milli Məclisdə müzakirəyə çıxarılan layihəyə əsasən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, eləcə də istifadəsi qadağan ediləcək. Bununla yanaşı anlayışların dəqiq fərqləndirilməsi də nəzərdə tutulur. Qızdırılan tütün məmulatı ilə elektron siqaret anlayışlarının hüquqi baxımdan fərqləndirilməsi də bizim təşəbbüsdə nəzərdə tutulur. Beləliklə, qızdırılan tütün məmulatı isə elektron siqaret hesab edilməyəcək. Bəs elektron siqaret və tütün qızdırıcıları necə fərqlənir? Tütün qızdırıcılar, tütün qızdırıcı aparatlar vasitəsilə tütünləri qızdırmağa xidmət edir. Yəni kiçik siqaretlər olur, onların içərisində tütün olur. Amma elektron siqaretlərin içərisində tütün yoxdur. Qanun layihəsi qəbul edilərsə, nəzarət və icra mexanizmləri də qüvvəyə minəcək. Hər hansı bir mexanizmlər, nəzarət mexanizmləri nəzərdə tutulacaqsa, vətəndaşlar bunu inzibati qaydada mübahisələndirməklə nəzarət mexanizmlərinin dəyişdirilməsinə və ləğv olunmasına da çalışa biləcəklər. Qeyd edək ki, artıq 40-dan çox ölkədə bu məhsullar qadağan edilib.